və dişi qoyaq. Belə. Güdül ölçüsü götürdük və hansı dişdən götürdük ona görə baxaq. 3 ayağı var güdül ölçüsünün. 1, 2, 3 və hansı dişdən götürdüyümüzə baxaq. Böyükəsi. Bax bu dişdən ölçüyü götürdük. İndi burada güdüllə, sonra üzərində də qapağı yığıb düzəldəcək dişi. Metal güdül qoyuruq, bunu keçiririk arxa kanala. Belə gəlib dişin təmiz boşluğunu tutandan sonra bunu sementlə eləyəcək. Təbii ki, o boş qalan hissələrə də, bu deşiklərə də bu gördüyümüz bunları yerləşdiririk. Tamamen gedib dişin kanallarına tamam oturmuş bir vəziyyətdə olur. Artıq hissələrini götürəcək. Sonra bu dişi də yonub buradan qapaq qoyacaq buna. Bu illərlə, uzun illər pasiyentimizə qulluq edəcəkdir. Bol sementlə güdülümüzü sementləyirik. Sement artıqlarını götürürük. Qapaq üçün yonulmaya hazırdır. Dişi güdülle bərpa elədikdən sonra yonduq. Yonduq, ölçü götürdük və bir zirkon diş hazırladıq. Burada pillələr var. Əgər görünürsə, bu hissədə pillələr qoymuşuq. Bu pillə nə üçündür? Zirkon diş, ümumiyyətlə hazırlanan qapaq gəlib belə qapaq halında gəlib. Burada düz bu pillələrə söykənib dayanır. Əti belə sıxıb ağartmır, yəni ətə hər hansı bir yüklənmə olmur. Ona görə də gələcəkdə dişlər ətrafında, qapaq ətrafında belə diş ətində qızarma, şişkinlik olmayacaqdır. Düzəltdiyimiz zirkon qapaq budur. Burada göründüyü kimi fissurları, qabarları filanları öz dişinə bənzədilməyə çalışmışdır. Və dişi qoyaq, bax belə, bax qoyaq. O gedib diş pilləyə söykənir. Bax tamamen belə pilləyə söykənir. Bunu sementləyəcəyik. Hər tərəfdən diş ətinə oturmuş bir vəziyyətdədir. Hər tərəfdən oturub, istər içəri tərəfdən olsun, istər çöl tərəfdən, hər tərəfdən diş ətinə oturmuş vəziyyəti nə deməkdir? O deməkdir ki, gələcəkdə burada ağız suyu gedib, altındakı dişi xarab eləməyəcəkdir. Əgər bu diş fərz eləyək ki, belə biraz aralı qalsa buradan, nə olar bu səfər? Bu yonulmuş hissəyə ağız suyu dəyər və dişi məhv eləyər, çürüdər, məhv eləyər. Dişlər belə, eyni forma, eyni rəng, normal bir vəziyyət mübarəkdir deyib, indi sementləyəcək dişi. Və sementləmədən sonra dişin vəziyyəti belə, yeni düzəlmiş dişin çökəklikləri, qabarları, yəni tuber dediyimiz qabarları filanlar, hamısı dişin orijinal vəziyyətinə oxşadılmağa çalışılır. Normal bir vəziyyətdə elə bilirik. Siz razısınız dişdən? Bəli. Hə? Bəli.